Salam əziz balaca dostum. Gəl birlikdə çox əyləncəli bir macəraya çıxaq və ingiliscə rəqəmləri öyrənək. Mənimlə bu oyuna hazırsan? Super. Elə isə başlayaq. Bu lap əsl oyun kimi olacaq, görərsən. Gəl baxaq. Birlikdə 10-a qədər saya bilirik. Yaxşı. Gəl ən birinci ilk 3 rəqəmdən başlayaq. Diqqətlə qulaq as və mən deyəndən sonra sən də təkrarla. Oldu? Deməli, ilk rəqəmimiz 1. İngiliscə buna deyirlər one. Səslənməsi isə belədir. One. Gəl birlikdə deyək. One. Afərin. İndi sən tək də görüm. One. Əla. İndi isə növbəti rəqəmimiz 2. İngiliscə two deyilir. Gəl tələffüzünə baxaq. Two. Çox asandır, hə? De mənimlə. Two. Super gedirsən. Və 3. İngiliscə deyirik three. Bunun səslənməsi biraz fərqlidir. Bax belə. Three. Birlikdə təkrar edək. Three. Vay, sən artıq 3-ə qədər ingiliscə saya bilirsən. Möhtəşəmsən. Afərin sənə. Görürsən necə də asandır. Heç yorulmadın ki. Gəl indi növbəti rəqəmlərə keçək. Davam edirik. Növbədə 4 var. İngiliscə four. Gəl birlikdə səsləndirək. Four. Dey görüm eşidim necə oldu? Four. Bəli, tamamilə doğrudur. Və indi 5. İngiliscə five. Tələffüzü də biraz maraqlıdır. Five. Sanki bir mahnı kimidir, elə deyil? Gəl birlikdə deyək. Five. Afərin. Artıq 6-ya çatdıq. İngiliscə six. Birlikdə deyirik six. Bir daha təkrar edək. Six. Çox az qaldı. Gəl davam edək. Növbəti rəqəmimiz 7. İngiliscə seven. Bunu belə deyirik. Seven. Mənimlə birlikdədir. Seven. Vay canına, biz artıq yolun yarısından da çoxunu getmişik. Sən əslə çempionsan. Bax, demək olar ki, qurtardıq. Cəmi 3 rəqəm qalıb. Bunları da öyrənəndən sonra sən ona qədər mükəmməl sayacaqsan. Hazırsan sonunculara? Yaxşı, bu 8-dir. İngiliscə 8. Deyilişi belədir. 8. Gəl birlikdə deyək. 8. Çox yaxşı alındı. Və 9. Demək olar ki, sonuncudur. İngiliscə 9 deyilir. Tələffüzü isə 9. De görüm eşidim. 9. Cəmi bircə dənə rəqəmimiz qaldı. Və budur. Gəlib çatdıq ona. İngiliscə 10. Gəl hamımız birlikdə. Lap ucadan deyək. 10. Əla. Təbriklər. Sən ona qədər ingiliscə saymağı tam öyrəndin. İndi isə ən maraqlı yerinə gəldik. Gəl öyrəndiyimiz bütün rəqəmləri lap sürətlə təkrar sayaq. Hazır ol, mənimlə birlikdə başla. Başladıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Vay. Gəl bir də, bu dəfə biraz da cəld. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Möhtəşəm. Sən bunu bacardın. Bax, bu cədvəldə bugün öyrəndiyimiz hər şey var. Əgər hansısa rəqəm yadından çıxsa, heç narahat olma. Bura baxıb tez xatırlaya bilərsən. Bu sənin balaca köməkçin olsun. Səni bir daha təbrik edirəm. Sən bugün çox vacib bir şey öyrəndin. İndi isə sənin üçün balaca bir tapşırığım var. Ətrafına boylan və gör nələri saya bilərsən. Bəlkə kitablarını, ya da rəngli karandaşlarını, get və yeni bildiklərinlə hər şeyi saymağa başla. Hələlik.